Caz ifaçısı, əməkdar artist Sevda Ələkbərzadə yeni klipinə təqdimat keçirtdi. Təqdimatda kimlər var idi? Nələr baş verdi? Bütün bunları siz Lider maqazində görəcəksiniz. Sevda Ələkbərzadə sevənlərini və həmkarlarını başına toplayaraq yeni klipini təqdim etdi. Gül açar dünya gülər, aləmə nur səpilər. Sənətçilərimizin bir çoxu bu əlamətdar gündə Sevda xanımı tək buraxmadılar. Elə fürsət tapan kimi səbəbkarla söhbət elədik. Mahnı bilirsiniz ki, Elmira xanım Rəhimova repertuarındandır. Musiqisi Elza İbrahimovaya aiddir. Çox sevdiyim bir əsərdir. Gecə olsa ay çıxar, qaranlıqlar çəkilər, qaranlıqlar çəkilər. Elmira xanım da çox bəyənib mənim ifamda bu mahnını. Gün olar, gündüz olar, gündüz olar, şəfəq gəyər düz dünya. Bir dünyamı qovuşar, sevinç dolu yüz dünya. Nə qədər ki mən varam, yəqin ki belə ifalar olacaq. Gecədə Sevda xanım qədər sevinən ikinci bir insan da bacısı Emma Ələkbərzadə idi. Görəsən bu qədər sevincin içində az da olsa qısqanclıq yaranırmı? Heç vaxt nə sənətdə, nə evdə ümumiyyətcə gəlin bu mövzunu bağlayaq, çünki mənim xətrimə dəyər belə suallar doğrudan da. Bacı bəs nə deməkdir? Əti dırnaqdan ayırmaq olmaz demək. Təqdimatın ən diqqət çəkən məqamı isə Safura Əlizadənin mediadan gizliyin gecəyə qatılması oldu. Müsahibə verməkdən imtina etsə də Safura xanımın oğlu ilə eksklüziv görüntülərini Lider maqazin olaraq lentə ala bildik.